Ey fələk, ey fələk, ey fələk zulmünə yandır. Bu necə dövr zamandır ki işim ahu fəğandır. Məni yandırma amandır, gözümün əşqi rəvandır. Ürəyim dop-dolu qandır, hamı qəmdən bu yamandır ki neçə əhli qələmlər buraxıb canıma qəmlər. Qarışıb dərdi bəhəmlər, ürəyim indi vərəmlər. Qazetə jurnalə bu küfr şiyəmlər, necə cürətlərə qəmlər yazıb İslamə sitəmlər eləyirlər ki dərək aləmi İslamidə. Hər ölkədə, hər şəhridə dinar dirəmlər satılıb, məktəbin iskan açılıb. Qız balalar məktəbə hazır olalar, elmidə mahir olalar, fəzlidə bahil olalar. Başdan ayağa geyələr, gedələr məktəbə 10-10, tutalar şiveyi biddət, oxuyub nəhvilə hikmət, alalar dərsi təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət. İtə ismət, bata iqqət, aman ey bax, ayal bax, bu qövüm oldu nə cümrat, bu nə şiveyi ikram, bu nə zümreyi bədxat, salıbdır aləmə fərqat. Bunlar lal ola erkək, düşə başlarına daş. Xudayar, bu nə güftar, nə rəftar, nə murdar, nə biar. Bizi sövq eləmək fikrinə amadə olublar. Qıza lazımdır əgər bilmək, o da ev işi, paltar tikişi, köhnə yumaq, yundaramaq, don yamamaq. Səhni səranı süpürüb, kasanı qabı üfürüb, küftə kələm doluması, mət halvası, ət bozbaşı, yalov yalı aş, bir də ki təndir lavaşı. Eyləməyindəndir ibarət ki əgər bunları da bilməsə eyb eyləməz. Ancaq qıza ən laziməli 1-2-3 məsələni bilməyidir. Bilsə olur əmrə kifayət. Biri oldur ki gəlin getdiyi evdə bacarıb qaynatıya, qaynanıya çımxıra bilsin ki ona söz deməyə etməyə bir kimsədə cürət. Biri də qayni ilə sahibi mabeyninə bir hadisə-i təfriqədir. Kim ona dair edə hilət ki 5-3 gündə çox ildən qazanılmış bu qədər mehru məhəbbət ola tədbiri ədavət. Biri ən axırı, ən ündəsi damda bacanın, həm xoxunun xotdanın adlarını bilməkdə gərək səy edə öyrət. Nə qədər faidəsi var bu işin, gər ola diqqət ki əgər ağlıya ya inki təcəlli edə bir tifil. Nəhayət anası söyləsə bu adları fil fövr edər övladını rahat və qalar əqli səlamət, başı çəkməz